Bugün senin için çok değerli bir gün olacak. Bugün bedenine sevgiyle toxunmaq ve içindeki ağrını şəfa ilə dinləmək günüdür. Ağrı nədir? Əslində hardan gəlir? Əksər insanlar ağrını sadəcə bədən problemi kimi qəbul edir, amma psixologiyada və energetik təbabətdə belə bir prinsip var. Hər fiziki ağrı emosional bir səsin bədəndəki əksidir. Yəni bədən sadəcə ağrımır, bizə nəsə demək istəyir. Ağrı danışır. Bəs biz onu dinləyə bilirikmi? İndi düşün, bədənimizdə bir yer ağrıyanda nə edirik? Dərhal dərman qəbul eləmək istəyirik. O ağrını susturmağa çalışırıq. Amma heç düşünmüsən, bu ağrı mənə nə deməyə çalışır? Bədən ruhun güzgüsüdür. Psixoloji və bioenergetik sahələrdə bu tez-tez vurğulanır. Bədən öz sahibinin ruh halını daşıyır. Sənin hər bir hüceyrən, sənin fikirlərinə, hisslərinə və həyat münasibətinə cavab verir. Məsələn, bir qadın uzun illər ərinin qarşısında öz fikrini deməyə qorxub. Daxildə qışqırmaq istəyib, amma susub. İllər sonra onun boğazında xroniki faringit başlayır, boğazı yanır, səsi tez tutulur. Səbəb burada sadəcə virus deyil. Səbəb ifadə olunmamış duyğular, onu sıxan səsdir. Bədənimizin yaddaşı var. Bədən hər şeyi yadda saxlayır. Sən unutmuş ola bilərsən, amma bədən unutmur. Uşaq vaxtı qorxub qaçdığın, amma deyə bilmədiyin o duyğu bədəndə bir gün ağrı kimi qayıda bilər. Bəs niyə ağrıyırıq? Çünki bəzən içimizdə olan qorxular, qəzəblər, utanclar, günahkarlıq hissləri ifadə olunmadan qalır və bu duyğular bədəndə sıxılır. Orada enerji blokajları yaradır. Bədən bu blokajları ağrı, yuxusuzluq, həzm problemləri, dəridə səpkilər və s. formada göstərə bilər. Bədən sənin ən sədaqətli dostundur. Ağrın varsa bu suallara cavab ver və cavabları dəftərinə yaz. Nəyi hiss eləyirsən, amma etiraf eləmirsən? Hansı duyğunu bastırmısan? Nəyə qarşı içində yox deyirsən, amma həyatında hə deyirsən? Bədənində haran ağrıyır? Bu ağrı nə zamandan bəri var? Həyatında bu ağrı başlamazdan əvvəl nə baş vermişdi? Ağrını dərmanla susturmaq nədir? Ağrını dərmanla susturmaq, avtomobilin benzin işığını söndürmək üçün panelin üstünə yapışqan vurmaq kimi bir şeydir. Əslində problem hələ də içindədir. İfadə eləyə bilmədiyimiz duyğular bizə necə zərər verir? Qəzəb ifadə olunmayanda qaraciyərdə toplanır. Qorxu çox olanda böyrəklər zəifləyir. Sevgisizlik və qırılmış qəlb ürək damar sisteminə təsir eləyir. Həzm olunmayan duyğular mədə və bağırsaqlarda problem yaradır. 10-cu günün güzgü ilə şəfa tapşırığı. Güzgünün qarşısında dayan, dərin bir nəfəs al. Gözlərinin içinə bax və bu cümlələri ürəkdən de. Mən bədənimi sevirəm. Səni dinləyirəm canım bədənim. Ağrını anlayıram. Səni şəfalandırmağa gəlmişəm. Sən artıq tək deyilsən. 10-cu günün yazılı tapşırığı. Bir ağrını seç. O ağrı sənə hansı hissi xatırladır? Kimə, nə vaxt, hansı sözləri demək istəmişdin, amma susmusan? Yaz, duyğularını ifadə elə. Özünə mərhəmətlə yanaş. Sonra güzgüdə gözlərinin içinə bax. Sevgi dolu bu afirmasiyaları səsləndir. Mən bədənimin mesajlarını sevgi ilə dinləyirəm. Mən bədənimi şəfa verən qidalarla bəsləyirəm. Bədənimdə rahatlıq və təhlükəsizlik hiss eləyirəm. Mən bu bədənə sevgi ilə toxunuram. Mən bədənimlə dostam. Mən bədənimə hər gün biraz daha çox sevgi verirəm. Mənə ağrı verən hər duyğunu sevgi ilə qucaqlayıram və buraxıram. Mənə lazım olan bütün şəfa artıq mənim içimdədir. Mən bədənimlə barış içindəyəm. Mən bədənimə təşəkkür eləyirəm. Hər hüceyrəm sevgi ilə doludur. Mən bədənimi dinləyirəm və ona hörmətlə yanaşıram. Mən gündən günə səssiz və dərin bir yolla sağalıram. Əzizim mənim, bugün sən çox vacib bir addım atdın. Sən bədəninə sevgi verdin, sən onun səsini dinlədin və bu şəfanın başlanğıcıdır. Güc sənin içindədir. Onu oyatmağın üçün sadəcə sevgi hiss eləməyin yetərlidir.